Oteldə müalicə işi var, amma bu o demək deyil ki, bu videoda mən sizə ancaq oteldəki olan müalicə işindən bəhs etməyi planlayıram. Xeyr, digər müalicə işləri də var, nəzarətçi işləri var. Onlardan da bəhs edəcəm Allah qoysa bu videoda. İlk öncə amma oteldəki müalicə işindən bəhs etmək istəyirəm. Bu qeyd edeyim ki, nəzarətçi işidir. Tabiyan qrupun tabeliyində olan belə deyim işdir. Hilton Garden-in Bakudadır, oteldədir. Tələblər nədir? Dinləmə bacarığınız olsun, sərbəst şəkildə Azərbaycan dilini bilin, ünsiyyət və komanda ilə işləmə bacarığınız olsun. Ümumiyyətlə yoldaşlar, əgər əmək haqqını demirəmsə, bu deməkdir ki, vakansiyada elə bir əmək haqqı bildirilmir. Yəni artıq siz müsahibə zamanı onlarla görüşdükdə, onlar sizin bilik və bacarığınıza uyğun olaraq əmək haqqı təklif edə bilirlər. Yoldaşlar, keçək digər vakansiyaya. Məsələn, Rapid Solution adlı bir şirkət var. O, Qırğızstana tikinti obyektində işləmək üçün 40 nəfər mühafizəçi axtarır. 40 nəfər. Və əmək haqqısı da 1500 manatdır. 2 gün iş, 1 gün istirahətdir, 8-dən 8-ə. Birinci gün, belə deyim, işdir, səhər növbəsi, gündüz növbəsi daha dəqiqdirsə, ikinci gün gecə növbəsi, üçüncü gün istirahətdir. Köç xərcləri də işə götürən tərəfindən təmin olunur. Tam şəkildə qarşılanır. 40 yaşa qədər kişi olmalısınız. Hətta mühafizə sahəsində təcrübəniz də olmasa ola bilər. Məsuliyyətli və intizamlı olmalısınız. Əlbəttə, təcrübəsi olanlara daha çox üstünlük verə bilirlər. Amma yenə də, yəni, təcrübəniz yoxdursa, şansınızı yoxlaya bilərsiniz. Paşa Property Managementdə də təhlükəsizlik işçisinə ehtiyac var. Tələb nədir? Ən azı 20 yaşına çatın, vətəndaşımız olun, müddətli həqqi hərbi xidməti keçmiş olun, məhkumluğunuz olmasın, fiziki cəhətdən sağlam olun, 180 sm-dən az olmayan boyunuz olsun. Növbəti bir nəzarətçi işi, mühafizə sektoruna aid olan iş Melisa qrupdadır. Buradakı iş 18-45 yaşlı kişilər üçündür. 170 sm-dən azı boyunuz olmalıdır. 650-700 manat verir, Yasamal rayonundadır yoldaşlar. Qeyd etdiyim kimi, mühafizə sektorunda olan işlər ancaq bunlardan ibarət deyil. Mən sizə bir qismini bildirdim. Bu işlərlə də tanış olmaq üçün və yaxud da bu işlərə müraciət edəcəksizsə və yaxud da digərlərlə də tanış olmaq istəyirsə və yaxud da fərqli sahədəki işlərlə tanış olmaq istəyirsə, ümumiyyətlə iş tapmazsa setini çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunub, siz diqqət eləsəniz görə bilərsiniz. Burada video baxırsınız, bu videonun adının altında toxunulacaq sözü yazılıb, o sözü toxunaraq kanala daxil ola bilərsiniz, o kanalda da əlaqə vasitəsini görə bilərsiniz. Görə də bilmirsinizsə, elə bu videonun altında şərh olaraq, rəy olaraq, komment olaraq əlaqə vasitəsini yazıb soruşa bilərsiniz.